Hər vaxtınız xeyir olsun. Mağazamızdakı 30 azayına olan parfümləri göstərmək istəyirəm. İlk öncə başlayaq. La Sierra firmasına məxsus olan vanilya parfümündən. Bu parfüm Tom Ford'un Vanilla Sex parfümünün birə-bir oxşarıdır. Dubai istehsalıdır. Qiyməti 30 manatdır. Belə bir qablaşdırılması var və flakon bu formadadır. Əgər siz sevirsinizsə tünd qoxuları, düşünürəm ki, bəyənəcəksiniz. Qoxusu yüngül deyil, nisbətən tünd qoxudur. Keçək növbəti ətrimizə. Növbəti La Sierra'nın bir digər parfümüdür. Bu parfümün qoxusu nisbətən daha açıqdır. 100 millidir. Qablaşdırılması bu formadadır. Belə. Növbəti parfüm Lanvin firmasına məxsus olan Eclat'ın Dubai versiyasıdır. Parfüm 100 milli yasəmən çiçəyi qoxusundadır. Çox incə yasəmən çiçəyi qoxan bir parfümdür. Dediyim kimi 30 manatdır. Qablaşdırılması çox əla, əsil hədiyyəlikdir. Flakon da bu formadadır. Belə. Keçək növbəti ətrimizə. Bizdə daimi olaraq çox növü olur. Hal-hazırda yalnız bir növü qalıb. Skandalın versiyasıdır. 100 millidir. Şirin vanilya qoxusu sevən müştərilərimiz üçün belə bir qablaşdırılması var. Belə bir flakonu var bu formada. Keçək növbəti cərgəyə. Burada Jordani var. Jordani Claudio istehsalı olandır. İncə, zərif bir qoxudur. 100 millidir. Belə bir qablaşdırılmada. Flakon bu formada. Mağazamızdan əldə edə bilirsiniz. Daha sonra Delina'nın La Rose versiyasıdır. La Rose'un qoxusu daha çox çiçəksi qoxudur. 75 milli bu formada qablaşdırılması var. Müştərilərimizin rəylərinə əsasən qalıcılığı çox əladır. Baxın, bu formada da flakonu var. Növbəti ətrimiz Delina'nın eksklüziv versiyasıdır. Bu bizdə həm premiumda, həm Dubai'də çox satılır, çox bəyənilir. 75 milli çiçəksi incə bir qoxudur. Növbəti parfümümüz burada Libre'dir. Libre'nin Dubai versiyasıdır. Bu formada Claudio istehsalıdır Libre. Qablaşdırılma bu formada. Libre'nin öz qoxusuna bənzəyir. Və bu qiyməti ala biləcəyiniz, düşünürəm ki, ən keyfiyyətli parfüm Burberry'dir. 50 milli, qalıcılığı mükəmməl, qoxusu çox əla və şleyfi yüksək olan parfümdür. Bunu mən illərdir satıram və kimə satmışamsa çox müsbət rəylər almışam. Düşünürəm ki, siz də bəyənərsiniz. Mağazamızda testeri də var. Daha sonra parfüm Narciso'dur, Narciso Rouge. Bunun qoxusu biraz daha ağır notaları var tərkibində. Narciso'ların bütün parfümlər demək olar ki, qalıcıdır. Bu bunun testeridir, bu formada. Orijinalda necədirsə qablaşdırılması eynidir. Növbəti ətir Club de Nuit Women parfümüdür. Bunun Armaf olan orijinal versiyası da olur bizdə. Bu isə Dubai versiyasıdır. Qablaşdırılması bu formadadır. Belə qaşlarla əhatələnibdir flakon. Baxın, çox incə, çox zərif ətirdir. Və bu cərgədə bizi narsisolar qarşılayır. Narsisoların demək olar ki, hər növü var mağazamızda. Bu ən çox alınan bizdə pudra versiyasıdır. 90 millidir, şleyfi əladır, amber versiyasıdır, fəhöd versiyasıdır. Və Narcisonun o məşhur növləri də 30 manatlıq Dubai'ların içərisində mövcuddur. Baxın, 100 milli. Ən çox bizdə bu alınır. Zövqə görə təbii ki, dəyişir, amma ən çox satılan budur. Qeyd edim ki, qara qablaşdırılmanın içərisində çəhrayı rəngi olur. Çəhrayı qablaşdırılmanın içərisində qara flakon olur. Bu isə Narciso Flor'dur. Bunun qoxusu daha incədir. Əgər siz lap yüngül ətir istəyirsinizsə, Victoria's Secret Bombshell ətirinə baxa bilərsiniz. Bunun qoxusu deyə bilmərəm çox qalıcıdır, amma çox zərif, çox incə, tərtəmiz bir qoxusu var. Daha sonra kameramızı belə edək ki, siz yuxarına görə biləsiniz. Daha sonra bizi qarşılayacaq bəy üçün parfümlər
Givenchy Gentleman olan parfümümüz nisbətən açıq qoxudur. Əgər tünd ətri istəyirsinizsə Mega Mart parfümuna baxa bilərsiniz. Biraz ədviyyatlı parfüm istəyirsinizsə Burberry, nisbətən yüngül şirin ətri istəyirsinizsə Chanel Platinum Egoist. Bu cərgədə gördüklərinizin hamısı 30 manatdır. İndi gəlin keçək 20 manatlıq cərgəmizə. Telefonumuzu belə qoyaq ki, siz rahat görə biləsiniz. 20 manatlıqda olan parfümlər keyfiyyətləri həqiqətən də, yəni qiyməti ucuz olsa da qənaətbəxşdir. Biz bunu artıq mağaza açılandan daimi olaraq satırıq və heç bir əks kommentimiz olmur demək olar ki. İlk öncə başlayayım Evidence-dən. Evidence-in 50 millisidir, Eclair'indir. Evidence çiçəksi qoxudur, Eclair'in pudra qoxusudur. Libre'nin qoxusunu hər kəs bilir, bu çox keyfiyyətlidir, 20 manat olsa da. Versace qara tünd ətirdir, nisbətən qoxusunda tündlük var. Sonra Pre Black kəskin idi. Today'in qoxusu, Today'in qablaşdırılması bu formadadır və qoxusu biraz köhnə illəri xatırladır. Standart idi, qalıcı ətirdir. Montale'nin qoxusu şirindir. Sonra bizi qarşılayır burada Saspiro. Saspiro unisex parfüm olduğu üçün notası qarışıqdır. Eclat'ın qoxusu yasəmən çiçəyi qoxur. Incandescent qoxusu nisbətən şirindir. Lucia parfümü. Lucia çox şirin deyil, incə, zərif ətirdir. Lacoste Lucia ilə bənzəyir qoxuları. My Way ən çox alınan parfümlardandır. Yaz-yay qoxusu sevənlər üçün incə, zərif bir ətirdir. Chanel Chance'ın qoxusu çox zərif ətirdir. Victoria's Secret çiçəksi qoxudur. Eclair'ini bayaq burada göstərmişdimsə, bu da bir başqa növüdür. Bunun qoxusunda kremsi nota var. Friend'in qoxusu tündür. Si qırmızının qoxusu biraz qış ətridir, amma hər fəsil qalıcı ətri istəyənlər işlədə bilər. Prada Paradox'un qoxusu çox açıqdır. Versace Eros bəylər üçün olan növündə sərin bir qoxu var. Digər onun yanındakı Friend'də tünd qoxu var. Dior Savaş'ın qoxusu isə nisbətən açıqdır. Yox, əgər siz sevirsinizsə şirin qoxuları, kəskin qoxuları narkotika baxa bilərsiniz. Qızlar, biriniz qapı tərəfə keçin. Gəlin növbəti indi parfümlarımızı göstərim. Bu parfümlar bugün indirimdə olduğu üçün 5 manatdır. İndirimdə olmayan zaman 15 manat olur və səbətdə seçilmiş növləri 5 manat olur. Yəni 5-15 manat arası növləri dəyişir. Burada parfümlar 45, 50, 55 mili arasındadır. Burada da demək olar ki, hamısı satılan növlərdir. Daimi olaraq stoklanır və bitir. Mağazamızın deyə bilərəm ki, ən bəyənilən parfüm, ən çox alınan parfüm cərgələrindən biridir. Sonra bizi qarşılayır kosmetik vasitələr. Bu cərgədəki olan kosmetik vasitələr münasib qiyməti olan kosmetik vasitələrdir. Hansı ki, burada nələr var? Baxaq. Pomadalardır. Biraz yaxına gətirim, siz aydın görəsiniz. Deməli, pomadalardır, blesklərdir, konturlardır, tujlardır, linerlərdir, saç vakslarıdır, ənliklərdir, konsillerlərdir. Hansı ki, Tarte'ın oxşar konsilleri var, Claudio'nun konsilleri var, L'Oreal'a bənzəyir, stik ənliklər var. Rumyanalar, ənliklər, pudralar, tonal kremlər, bir başqa cür bebek kremlər. Sonra bizi qarşılayır toz pudralar, kollagenin nəmləndiricisi, pudrası, Trinovanın qaş sabitləyicisi, münasib qiymətli bebek krem və tonal kremlər. Bunların hamısı çox sərfəli qiymətdir və bunlar bizdə adətən indirimdə və ya kampaniyada olur. Keçək növbəti ən sevdiyim vitrinə. Bu vitrini çox sevirəm, çünki bu məhsullar Gəncədə yalnız bizdədir. Bu məhsullar nədir? Bura qədər olan Dior, Yves Saint Laurent, Kiko, MAC, Charlotte, bunlar hamısı lüks seriyalardır. Məsəl üçün, Yves Saint Laurent orijinalı bildiyiniz kimi çox yüksək olur. Dior'un da həmçinin və Azərbaycanda satışı elə də çox mağazada yoxdur. Orijinalını sifarişlə gətirə bilirik. Ancaq bunların keyfiyyətini görsəz, inanın ki, o qədər yüksək məbləğ vermək təbii ki, orijinal bir seçimdir. Amma özünüz üçün istəyirsə daha münasib qiymətə mağazadan əldə edə bilərsiniz. Dior'un bütün məhsulları standart olaraq 20 manatdır. Hansı ki, burada glossları var, ənlikləri var, temperatraları var, highlighterları var, tonal kremləri var və hər birinin keyfiyyəti üst dərəcədədir. Tester yerləşdirmişik ki, gəlib baxa bilərsiniz.
Məsəl üçün bu rəng indi çox dəbdədir, Dior'un glossudur. Rəngin gözəlliyinə baxın. Cəmi 20 manatdır. Aşağı cərgədə isə bizi qarşılayan premium kosmetikalar Fenty'nin glosslarıdır. Bu glossları canlı yayımda göstərdim və o qədər böyük bir marağa səbəb oldu. Çünki çox qəşəng teksturası var. Yves Saint Laurent'ın məhsullarıdır, əllikləridir. Bunların qablaşdırılmasını sizə göstərim. Baxın. Maqnit qapaqlı, əsl xonçalıq, çox gözəldir. Pudralardır, ten paletralarıdır, tonal kremlərdir. Qablaşdırılma birəbir özünlə eyni 35 manatdır. Chanel'in nəmləndiricisidir, MAC-ın tonal kremidir, Gucci'nin bronzeridir, Charlotte'un paletralarıdır, Charlotte'un bir digər paletrasıdır, Kiko'nun məhsullarıdır, Kiko'nun glosslarıdır. Hansı ki bu glossları biz uzun müddətli satırıq və hər kəs çox bəyənir. Burada Lux Visaj'ın məhsulları bizi qarşılayır. Lux Visaj'ın deməli konsillerlərdə bizi nə qarşılayır? L'Oreal'ın konsilleri, Infuse'un konsilleri, Maybelline Fit Me'nin konsilleri, Maybelline'ın bir başqa konsilleri, Ingrid'in konsilleri, Lux Visaj'ın, Technique'in, Flormar'ın bunlar orijinal konsillerlərimizin bir qismidir və qiymətləri münasibdir. Yox desəz ki, mən biraz daha yüksək qiymət olan məhsul istəyirəm, Tarte'ın konsillerinə baxa bilərsiniz. Qiyməti cəmi 47 manatdır, rəngləri var və Tarte artıq öz sözünü demiş bir firmadır. Düşünürəm ki, çoxunuz tanıyırsınız. Mən sizə bir konsiler daha göstərəcəm. Hansı ki, bunun mağaza testeri var. Gələndə mütləq şəkildə baxın. Bu konsiler Infuse'un konsilleridir. Bunun örtücülüyü, mən sizə əminliklə deyə bilərəm ki, yəni, hal-hazırda olan konsillerlərin 90%-dən daha örtücüdür. Bu qrim tərkiblidir biraz. Çox az istifadə etmək lazımdır. Amma örtücülüyü dəhşətdir. Bunu mütləq mağazaya gələndə yoxlayın. Sonra bizi yuxarıda Jov'un qaş sabitləyicisi qarşılayır. Onda gün boyu saxlamağı mən işlətməmişəm, amma müştərilərimiz deyir ki, çox qəşəngdir. Şeglamın məhsullarıdır. Şeglamın bütün məhsullarını öz saytından vururuq. %100 orijinaldır. Orijinal olmayanını qeyd edirik və seçmək mümkündür. Yuxarıda Real Technique'in fırçalarıdır gördüyünüz kimi və gedək digər vitrinimizə. Digər vitrinimizdə əsasən Golden Rose'un məhsullarıdır. Mağazamızda Golden Rose'a çox yer vermişik. Səbəbi də odur ki, həm məhsulları daha uyğun qiymətlidir, həm də çeşid cəhətdən müştərilərimiz çox sevir. İlk öncə göstərim Golden Rose'un ən çox sevilən tujunu. Belə tutum ki, siz aydın görə biləsiniz. Aha. Deməli, Golden Rose'un yeni ən son çıxan tuju mağazamızda testeri var, gəlib baxa bilərsiniz. Longest olan. Bunun özəlliyi nədir? Bunun özəlliyi yumadan belə çox asanlıqla çıxır, qəti şəkildə yayılmır və göz altına tökülmür. Özəlliyi budur. Burada bizim qələmlərimizdir. Golden Rose'un qələmləri, Ogun qələmləri, münasib qiymət amma keyfiyyətli qələmlərdir. Sonra bizi tujlar qarşılayır. Tujlarımızda nə var? Bir neçəsini sizə göstərim. L'Oreal'ın teleskopik tujudur. Kalior'un maskarasıdır. Siz görə bilirsinizmi? Kalior'un maskarasıdır. Panorama'nın tujudur. Panorama'nın tujudur. Daha sonra Cabaret'in tujudur. Burada daha sonra Golden Rose'un tujudur. Maybelline Sky. Maybelline'ın ən çox alınan tujlarından biridir. Daha sonra Cabaret'in bir fərqli növüdür. Isadora'dır. Golden Rose'un tujlarıdır. Infuse'dur. Lux Visaj'ın tujlarıdır. Bütün tujlarımız şəhərdə ən münasib qiymət bizdədir. Buna da özünüz gəlib şahid ola bilərsiniz. Və formulanın belə bir dəstləri var mağazamızda. Bunlar çox sevirəm və tam hədiyyəlikdir. İçərisində 3 ədəd məhsul var. Bu 3 ədəd məhsul glosslardır. Yəni nəzərə alsaq ki, bir məhsulun ortalama qiyməti 15-18 manatdır. Bu dəstin qiyməti sadəcə 30 manata 3 ədəddir. Çox sərfəli dəstdir. Bu isə 2 məhsuldan ibarət bir dəstir. İçərisində bir ədəd bronzerdir. Hansı ki, formulanın bronzeri çox məşhurdur. Bir ədəd də highlighterdır. Belə bir bağlama cəmi 25 manatdır. Və növbəti vitrinimizdə bizi glosslar qarşılayır. Bu glosslar Flormar, Dior, Vivienne Sab, onların həm pomadaları, həm glossları, Lux Visaj'ın tintləri, glossları hər biri orijinaldır və testerları var. Bu isə bizim ən çox sevilən bölməmizdən biridir. Burada Golden Rose'un Long Stay daxil olmaqla bütün növ həm həcmləndirici, həm normal mat və parlaq blesikləri mövcuddur. Pomadalarımızdır. Növbəti vitrində highlighterlar və sulu ənliklərdir.
tujlardır. Biraz qaldırım ki siz daha yaxşı görəsiniz vitrini. Aha. Golden Rose rəngli tujlarıdır. Bu növləri də çox sevirəm. Bütün növləri bizdə var. Golden Rose qaş sabitləyicisi testerından var. Gəlib yoxlaya bilərsiniz. Daha sonra Golden Rose makiyaj sabitləyicisidir. Tonal kremləridir. Pudralarıdır. Ən çox sevilən pudralarıdır. CC kremləridir. Yuxarıda Karselin maskasıdır. Bu gördüyünüz məhsulların demək olar ki 90%-nin testerini yerləşdirmişəm ki siz gələndə rahat seçim edə biləsiniz. Növbəti vitrinimiz oqdur. Mən oqu çox sevirəm. Səbəbi isə həm qiyməti çox münasibdir, hamının ala biləcəyi bütçədədir, həm də keyfiyyəti əladır. İlk öncə bizi oqun glossları qarşılayır. Oqun glossları bizdə 4-5 manat civarındadır. Sulu ənlikləri həmçinin. Oqun yanında yeni bir firma var. Bunu da göstərmək istəyirəm. Bu Farnais'dir. Farnais istehsalçıdan birbaşa mağazamıza gəlib. Yəni bu Farnais şirkəti öz istehsalıdır, belə deyim, və birbaşa da mağazamıza göndəriblər. Bütün məhsulları mağazamızda var. Qaş qələmləri var. Misal üçün çox qəşəngdir. Arxa doludur, ayrıdır. Hə. Qaş qələmləri var, sonra dodaq qələmləri var. Dodaq qələmlərinin rəngləri var. Orijinal məhsullara üstünlük verən müştərilərimiz münasib qiymət üçün yoxlaya bilərlər. Baxın rənglərinə. Bu Farnais'lardır, göstərdim. Burada Vivienne sabun, Infusion, L'Oreal'ın, Wet n Wild'ın, Technique'in qarışıq formada ənlikləri, highlighterları, bronzerləridir. Hər birini yəqin ki telefondan görürsünüz. Formulanın, bunlar əsl xonçalıq məhsullardır. Mağazamızda bunlar xonçaya çox alınır. Bu dəstləri mütləq şəkildə göstərməliyəm. Bu formulanın ikili dəstəridir. Əgər birini hədiyyə almaq istəyirsinizsə və ya xonçaya qoymaq istəyirsinizsə çox gözəldir. Bir ədəd bronzer, bir ədəd tuj, birlikdə qiyməti cəmi 30 manatdır. Qeyd edim ki, xonçalarda endirimlərimiz daimi olaraq olur. Burada çox gözəl məhsullar var, amma çoxdur. Ona görə ümumi göstərirəm. Texnikin paletralarıdır. Baxın, necə gözəldir rəngi. Növbəti vitrinimiz nədir? Növbəti vitrinimiz sırf tonal kremlərdir. Hansı ki orijinal tonal kremlər. Burada nə var? İlk öncə Shedanın bebek kremidir. Yay üçün əla seçimdir. SPF tərkiblidir. Özüm də daimi olaraq işlədirəm. Testeri var, baxa bilərsiniz. Nişanın bebek kremidir. SPF tərkiblidir. Günün zərərli şüalarından qoruyur. Pure'nin Pre-Beauty'nin kremidir, Ingrid'in kremidir, Milano'dur, Cosmo'dur. Milano örtücüdür. Əgər biraz ağır istəyirsinizsə Milano'ya baxa bilərsiniz. Cosmo həmçinin örtücüdür. Tərkibində hər ikisinin SPF 30 var. Milano'nun yeni və köhnə növü var. Glam Koreya istehsalıdır. Tərkibində çox su bazalı olduğu üçün quru dərilər istifadə edə bilər. L'Oreal'ın Trumaçı quru dərilər üçün, üzr istəyirəm, yağlı dərilər üçündür. L'Oreal'ın Infallible bütün dəri tiplərinə gedir. Burjadır, Rimmel. Ay xanımın həkətdə kolyaskanı görmürsünüz orada. Tonal kremlərimizdə Vivienne sabun, Flormar'ın, Rimmel'in, Max Factor'ın, Fitmin'in, bu firmanın deluxe'undur. Bunu daha satmayacağıq. Cəmi 2 dənə qalıbdır. O bitəndən sonra olmayacaq bizdə. Tırtırın məhsullarıdır, orijinal Nars'dır, Estée Lauder'dır. Bu firmaların hər birinin orijinal tonal kremləri mağazamızda mövcuddur. Gəlib baxa bilərsiniz. Bu cərgəmizdə isə oqun ənlikləri, rumyanaları, stik konturları var. Hansı ki bunlar bir dəfə tekstura ilə çox gözəl rəng verir və qiymətləri cəmi 5-6 manat civarındadır. Burada yenə oqun məhsullarıdır, tonal kremləridir, konsillerlərdir. Bu mənim özümün daimi olaraq işlətdiyim və bütün demək olar ki, məni izləyən müştərilərimin bizdən aldığı konsillerlərdir. Qiyməti normalda 5 manat, endirim zamanı cəmi 4 manat olur. Burada yaxdım. 4 manat olur. Quru dərlərdə istifadə edə bilər. Örtücülük qiymətinə görə çox-çox əladır. Mağazamızda əldə etmək mümkündür. Və yuxarı cərgəmizdə nə var? Göstərim. Yuxarı cərgəmizdə olan məhsullar, belə tutum görəsiniz, Nevertinin məhsullarıdır. Neverti deyə bilmərəm ki, çox aşağı qiymətdir, amma yəni orijinal məhsullara görə orta qiymətdir. Tonal kremləri 17-18 manat civarıdır. Konsillerləri yenə çox münasibdir. Tujlarının qiyməti 12-12.90 bu civardadır. Mən tujunu istifadə edirəm, çox əladır. Yuxarıdakı məhsullar isə
Kitab tenimizi göstərin və keçək baxım vasitələrinə. Bu Şeglamın kitab tenidir. Bunun gözəlliyinə baxın. İçərisi bu formada açılır. Yəni yeni kosmetika almağa başlayan xanımlar və ya bir məhsulla bir neçə məhsulu əldə etmək istəyən xanımlar kitab teni yoxlaya bilər. Bu birinci cərgəsidir. Bu ikinci. Bu üçüncü. Görün nə gözəldir bütün rəngləri. Bu dördüncü, bu isə sonuncu. Bunun içərisində hər birinin teksturası əladır və çox gözəl görünüşü var. Qiyməti cəmi 18 manatdır. İndi keçək növbəti baxım vasitələrimizə. Baxım vasitələrimizdə, get Fatma, bitirində nəsə video çəkirəm, sonra deyərsiniz. Yoxsa. Baxım vasitələrimizdə bizi ilk öncə nə qarşılayır? Arbutin krem. Arbutin kremi təsəvvürünüzə gətirin ki, apteklər belə bizdən alır. Səbəbi odur ki, bizdə çox qiymətli, münasibdir. Biokosun arbutin 3%li kremidir. Ləkələr üçün əla bir məhsuldur. Əgər üzünüzdə getməyən ləkələr varsa, əslində bunu bədəndə istifadə eləmək olar. Sadəcə niyəsə çox adam üzə alır. Çünki ümumi dəridir, yəni sırf üz deyə bir şey qeyd olunmuyor üzərində. SPF 50 tərkiblidir. Getməyən ləkələr üçün deyilənə görə ən yaxşı biokos arbutindir. Ləkələri çox gözəl aparır. Burada bizi nəmləndirici kremlər qarşılayır, hansı ki bunların qiyməti çox-çox sərfəlidir. Və yayın olmazsa olmazları SPF-lər. SPF-lərimizdə qiymət başlayır cəmi 4-5 manatdan 40 manata qədər. Desəz ki, hansı SPF-i tövsiyə edirsiniz? Mənim ən birinci seçimim Biodermadır. Çünki mən ancaq özüm işlədəni daha ürəklə tövsiyə edə bilərəm. Bioderma həssas, səpməyə meyilli, qızartılı dərilər üçün ən gözəl seçimdir. SPF 30 və 50 tərkiblidir. Mən SPF 50 istifadə edirəm hal-hazırda, amma Gəncədə elə dəhşətli günəş yoxdur. Ona görə 30 da istifadə edə bilərsiniz. Əgər dərinizdə dediyim kimi SPF çəkməkdən qorxursunuzsa, dərinizi işlətdiyiniz məhsullar tez reaksiya verirsə, Biodermanın SPF-ini istifadə edə bilərsiniz. Qiyməti 28 manat 44 manatdan endirimə düşür. Bu SPF-lər burada başqa nəyim var? Jevin SPF-idir, Pastelin SPF-idir, Dosunasın SPF-ləridir, Jigotundur, Pretiskin'indir, Selimax'ındır, Misha'nındır, hamısı orijinal SPF-lərdir. SPF seçiminizdə mütləq şəkildə diqqətli olmalısınız. Çünki dərinin birbaşa təsirini dəyişən ən birinci məhsul SPF-dir. SPF-i təmiz üzünüzdən təmizləməsə səpki yaranacaq. Səhv SPF seçsəz səpki yaranacaq. SPF-inizdə belə deyim, soyuq yanaşıb, ucuza qaçsa səpki yaranacaq. Yəni tonal kreminizin istəyirsiniz 300 manatlıq olsun. SPF-iniz yaxşı deyilsə, üzünüzdə səpki olacaq. Bu qaçınılmazdır. Sonra bizi Deonica'nın məhsulları qarşılayır. Deonica Rusiya firmasıdır. Üz yuması, baxım vasitəsi, nəmləndiricisi, hər bir şey var və qiymətləri cəmi 7-8 manat civarındadır. Və onun böyründəki məhsulu sizə mütləq göstərməliyəm. Bu Biodermanın setləridir. Nəzərə alsaq ki, Biodermanın bir məhsulu ortalama 25-30 manatdır. Bizdə Biodermanın belə bir setləri var ki, içərisində 3 ədəd məhsul var və qiyməti cəmi 39 manatdır. Görün necə sərfəlidir. Mütləq şəkildə bunu hədiyyə üçün alıb yoxlaya bilərsiniz. Və Biodermanın baxım vasitələri. Baxım vasitələri nədir? Üz silmək üçün vasitəsidir, üz yumaq vasitəsidir, makiyajı təmizləmə vasitəsidir. Bunların hər biri mağazamızda mövcuddur və dəri tipinizə uyğun seçə bilərsiniz. Bioderma üzərində qeyd olunan qiymətlərə satış olunur. Əgər dəriniz çox səpkilidirsə, tez-tez səpki yaranırsa, bizdən əldə edə bilərsiniz Neutrogena'nın üz yumasını. Neutrogena'nın da məhsulları mağazamızda sərfəli qiymətdir. Həm üz yuması, həm makiyaj təmizləməsi var. Baking powder'ın skraplarıdır, Garnier'in üz silmək üçün vasitələridir. Hər biri mağazamızda çox sərfəli qiymətdir. Dəri tipinizi mütləq şəkildə qeyd edin ki, xanımlar sizə düzgün kömək edə bilsin. Və 345 kremdir mağazamızda, Baking powder'ın peelingidir. Bunların hər birinin qiymətləri dediyim kimi sərfəlidir, keyfiyyətlərində isə söz yoxdur. Və yuxarıda bizi nə qarşılayır? Tresanın şampunları. Tresanın şampunları saç tökülməsinə qarşı çox effektivdir. Əgər saçınız tökülürsə, saçınız çox yağlanırsa, Tresadan istifadə edə bilərsiniz. Tresanın spreyləri də son zamanlar çox belə məşhur olubdur. Səbəbi isə böyük ehtimal ki, keyfiyyətini görən insanların paylaşmağıdır.
Keçək növbəti vitrinimizə. Növbəti vitrinimizdə bizi mini parfümlər qarşılayır. İlk öncə mini parfümlər mağazan, sumkanızda, çantanızda, üzr istəyirəm, rahatlıqla daşıya biləcəyiniz məhsullardır. Qiymətləri 7 manatdır hal-hazırda. Hər birinin tester var, gəlib baxa bilərsiniz. Bunlar sıfırlansın, yeni növlər də gələcək. Qoxuları özünə bənzəyir. Yazılan Porsche parfümləri də adından da məlum olduğu kimi Porsche istehsalıdır. Qiymətləri 25 manatdır. Qalıcılıqları əladır. Hər birinin testeri var. Keçək növbəti vitrinimizə. Burada bizi nə gözləyir? Bir də Porsche parfümlərdə onu qeyd edim ki, yəni istifadə edən biri kimi deyirəm ki, parfümlərin özünün qoxusunu birə-bir verir. Yəni dəhşətli dərəcədə qoxuları özünə bənzəyir. Orijinal brend parfümlərə və qalıcıdır. Bura bizim ən sevdiyim vitrinlərdən biridir. Çünki həm qiymətləri çox münasibdir, həm keyfiyyətləri əladır. Burada ərəb parfümləri var. Ərəb parfümlərini bütün formada da əldə edə bilərsiniz. 10 millisi 6 manata dekant da əldə edə bilərsiniz. Dekant yəqin hamı artıq bilir nədir. Parfümün özündən birbaşa minimum 10 milli olmaqla istədiyiniz parfümü yanınızda çəkib veririk. Burada ilk öncə ərəb parfümü bizi qarşılayır. Bunun qalıcılığı möhtəşəmdir. Vulkan parfümləri. Çünki ətir sevənlər üçün biraz Comfort'a bənzədirəm mən bunu. Əgər bəy üçün hədiyyəlik və ya özünüzə münasib qiymətə ətir axtarırsınızsa, Asada baxa bilərsiniz. Asadın qoxusu standart bir bəy parfümü kimi qoxur. Yəni tünd necə standart bir bəy parfümü notası var, o tipdədir. Latafadandır. Qiyməti 35 manatdır. Eyni firmanın Yara parfümü mağazamızda mövcuddur. Çiyələk qoxusu var, vanilya qoxusu var, şirin bir qoxusu var. Qiyməti 35 manatdır. Mənim çox sevdiyim Haya parfümü. Haya Yaraya bənzəyir, amma Hayanın qalıcılığı mən düşünürəm ki, Yaradan biraz daha çoxdur. Bunu da mağazamızdan əldə etmək mümkündür. Və növbəti parfümümüz nədir? Limenside. Limenside bilirsiniz ki, 1000 üzəri orijinalının qiyməti var. Bu isə Dubai istehsalı olandır. Qoxusu özünə bənzəyir, qalıcılığı qənaətbəxşdir. Bunun da testeri var, baxa bilərsiniz. İstəsəniz bu göstərdiyim parfümlərdən videonun əvvəlində dediyim kimi 10 millisi 6 manata dekant ala bilərsiniz. Sarra Tiziana Terenzinin parfümlərinin Dubai versiyasıdır, şirin qoxudur. Bu isə tam gənc qız qoxusudur, marshmallow, belə yeməli. Marshmallow'un öz qoxusu var tərkibində, qiyməti 35 manatdır. Zahra biraz daha ağır qoxudur, onun da qalıcılığı əladır çünki Dubai parfümüdür. Bu Fatimadır. Fatimanın bizdə 2 versiyası var, orijinal və orijinal olmayan. Orijinalın bir ədədi 30 manatdır, orijinal olmayanın 2 ədədi 30 manatdır. Fərq qiymətində olduğu kimi keyfiyyətdə də əlbəttə ki var, amma heç biri pis, ispit qoxmur. Növbəti parfüm Tom Forddur. Bu Tom Ford'u niyəsə çox adam orijinal bilir, amma bu orijinal deyil. Amma qalıcılığı müştərilərin ürəyə gedir o ətirdən ötürü ki, şirin, çox gözəl ətri var. Bu Jean Paul'un Dubai versiyasıdır, African Leather Memo'nun Dubai versiyasıdır. Bunların da qoxuları şirin qoxulardır. Və məşhur Heykəl parfüm. Heykəl parfümün qoxusu çox tünd deyil. Qalıcılığı ortadır. Mən deyə bilmərəm o çox qalıcıdır, amma fərqli notası var. Yuxarıdakı bakaratın qoxusu ədviyyat qoxusudur. Ədviyyat qoxulan bütün parfümlər çox qalır. Bakaratın hal-hazırda orijinalının satışına icazə yoxdur. Dubai versiyasını ala bilərsiniz. Digərləri də ərəb parfümlərdir. Ərəb və Dubai parfümlərində qalıcılıq üst səviyyədə olur. Səbəb isə odur ki, onların notasında bir kəskinlik olur ona görə. Və gəldik, çıxdıq orijinal parfümlarımıza. Orijinal parfümlərin qiymətləri 30-35 manatdan başlayır, 300 manata qədər. Mağazamız haqqında ən çox deyilən sözlərdən biri odur ki, siz çox münasib qiymətə ətir paylaşırsınız. Sizdə orijinal olurmu? Bəli, əlbəttə orijinal olur. Amma mən düşünmürəm ki, orijinal parfüm axtaran adam daha çox internetdən baxır. Yox. Orijinal parfüm indi almaq çox çətindir. Səbəbi isə hamı saxta parfümü orijinal adından satır. Birinci nömrəli premiumları. Premiumların keyfiyyəti və qablaşdırması o qədər yüksəkdir ki, onu orijinal adından çox rahatlıqla sata bilirlər və alan adam da artıq orijinala şübhəsi yaranır. Ona görə də orijinal parfüm almaq həqiqətən də indi inandığınız, etibar etdiyiniz, mən demirəm ki, bu bizi, siz hara inanırsınızsa, hara etibar edirsinizsə oradan alın. Çünki qiymətlər bəzən o qədər gülünc olur ki, yəni adam tərəddüd edir ki, bu qiymətə necə bu parfümü satışa qoymaq olar? Misal üçün, orijinalı gəlişi, maya dəyəri hansısa bir parfümün 200-220 manatdır, amma onu bəzi yerlərdə satışı olur ki, 120 manat. Yəni bu real deyil, bu ola bilməz. Bu premiumdur ki,
və yaxud heç premiumda deyil, A klassdakı orijinal adından satırlar. Biz heç kəsin satışına qarışmırıq, özü bilər, ancaq orijinal alırsınızsa mütləq inandığınız yerdən alın. Bu bizim orijinal vitrinimizin bir cərgəsidir. Burada olan parfümların hər biri, qızlar sağ olsun, vitrinimizin bu hissələrini heç baxmayıblar, düzəltməyiblər. Biz videoda düzəldək. 10 dənə qızdan vitrinlərimiz əyridir. Bu parfümlarda incə qoxulardan başlayaraq hər notalarda parfümlarımız var. Bu parfümların qiymətləri dediyim kimi 30-35 manatdan başlayır, 300 manata kimi dəyişir. Burada mənim ən sevdiyim istisnasız Anthony Banderas Queen-dir. Mənim illərdir işlətdiyim parfümdür. Zərif bir qoxusu var. İşlədənlər yəqin ki bilir. Yuxarıdakılar Latafadan, Kamrah və s. parfümlardır. İnayət etdirim Anthony Banderas firmasıdır. Blue Seduction Anthony Banderas firmasıdır. Onun hədiyyəli qablaşdırılma dolanıdır. Rakuşka formasında olan Franco Olivier tünd ətirdir. Yayıcılığı, şleyfi yüksəkdir. Jo parfümü yeni istehsala çıxıb, qalıcılığı onun da normaldır, incə ətirdir. İllərin parfümü Lanvin Merlin idi. Lanvin'in cin olan versiyası, bu da çoxdan ətirdir, incə ətir sevənlər üçündür. Modern Lanvin'in ən qalıcı ətirlərindən biridir deyə bilərəm. Ikon həqiqətən də qalıcılığı superdir. Çünki qoxusunda çox zərif bir nota var. Ajmal Şadrov, bunun qoxusu sitrus qoxudur. Franco Olivier'dən Natur çiçəksi qoxudur. Incanto Shine çiçəksi qoxudur. Bunların hamısının qoxuları yüngüldür. Daha sonra bunları göstərdim. Keçək digər orijinal parfümlarımıza. Nə istəyirdi xanım Fatma? Keçdik digər parfümlarımıza. Burada da yenə orijinal parfümlarımızdır. Orijinal parfümlarımızda qalıcılıq, dediyim kimi, qalıcılıq əslində orijinalla bağlı bir şey deyil. Qalıcılıq parfümların notasından bağlıdır. Parfümün notasında şirinlik, tündlük necədirsə, qalıcılığı ona görə təyin olunur. Yəni mən bunu 200 manat aldım, bu dəqiq qalıcıdırmı? Mən bunu 5 manat aldım, bu qalıcı deyil deyə bir şey yoxdur. Burada bizi qarşılayır ilk öncə Kaşareldən Noam, Kaşareldən Amor. Bunlar köhnə ətirlərdir, amma çox dəbdə olan ətirlərdir. Bunu işlədənlər biləcək ki, içərisində mirvari var deyə tanınır. Armad Basilin ətirlərdir, incə, zərif. Mayvey çiçəksi qoxudur. Mayveyin orijinalının qiyməti, misal üçün, bizdə 185 manat 50 millisidir. Premiumu da var, Dubai da var, orijinal da var. Narcisodur. Çox standart, amma çox fərqli bir qoxusu var. 50 millisinin qiyməti 125 manatdır. Libredi 195 manatdır. Trussadilərdir, Versace Dylan'dır. Dylan'ın qoxusunu çox az adam bilir, amma möhtəşəmdir. Salvador Ferragamo'dan Signorinadır. İncə, zərif, şleyfi yüksək, getdiyiniz hər yerdə soruşulacaq bir ətirdir. Qiyməti 135 manatdır. Əgər bəy üçün tünd, kəskin, tabak notası istəyirsinizsə, Lalikdən Enkernordur. Çox tünd ətirdir, amma qalıcılığı əladır. Burberry Godes'dir. Hal-hazırda standart, ən çox alınan parfümdür. Baldersar'ın Amber adından məlum olduğu kimi ədviyyatlı notadır. Montblanc'ın parfümlarıdır. Emperor Armani'dən Vizyulardır. Vizyu da ədviyyatlı olduğuna görə çox qalıcıdır. Montblanc Explore-un qoxusu nisbətən açıq ətirdir. Bentley'in isi, bilirsiniz necə onu sizə təsvir edeyim. Tünd deyil, açıq da deyil. Çox fərqli, amma çox qalıcı. Mən çox xoşduram Bentley'ni. Siz tünd ətir sevirsiniz, Salvador Ferragamo'ya baxa bilərsiniz. Qiyməti 55 manat 30 millidir. Ədviyyatlı parfümdür. Mon Le Prince sərin idi. Çox açıq qoxusu var. Bunun bizdə dəsti də var, təki də var. Lanvin Home Sport keçmiş ətirlərdəndir. Qoxusu adından məlum olduğu kimi sərin, biraz daha belə sport idi. Lanvin Oxygen, o da sərin qoxudadır. Mansera Red Tabak çox kəskin idi. Tünd ətir sevənlər bu parfümü yoxlamalıdırlar, qalıcılığı əladır. Piazza Viano deyə tanınan Elizabeth'in parfümü nisbətən açıq, çiçəksi idi. İdolun qoxusu şirindir. İdolu düzəltmək üçün mütəxəssislər xüsusi güllərdən istifadə edib. Hansı ki o güllər
necə deyim, bu parfüm üçün əkilib, becərilib, baxılıb, sırf idolun notası üçün, yəni o qədər geniş notası var. Yanındakı White notası sitrusdur, limon qoxusudur. Vurduğunuz andan etibarən tərtəmiz bir qoxu gəlir. Escada illərin parfumudur. Escada'nın qoxusu qadınsı deyilən o nota var, o Escada'nın içərisindədir. Blumarinin qoxusu sitrusla şirinin qarışığı ətirdir. Blumarin münasib qiymətə ala biləcəyiniz ən yaxşı ətirlərdəndir. Çox məşhur deyil, amma qalıcılığı əladır. Bu tiraj, mən deyərdim ki, reklam olunub, amma keyfiyyəti əla olan tək ətirlərdən biri bu tirajdır. Bu tirajın qoxusu çiçəksidir, amma qalıcılığı əladır. Yanındakı Chopard'ın iyisi ağırdır, amma daha ağır qoxu olan Le Pantier Cartier'dir. Cartier elə bir ətirlərdəndir ki, siz onu bu il istifadə eləsəz, deyək ki, qış ayında istifadə etdiniz, paltonuza, şifanyerə qoydunuz, gələn il o qoxu gələcək. Yəni dünyanın bəlkə də ən qalıcı ətiri Cartier Pantier'dir. Qeyd edeyim ki, bu parfüm EDP versiyası çox nadir tapılır və hər saat olmur. Tarik Nevadası olur, amma parfüm versiyası yox. Qalıcılığı desəz ki, dünyanın ən qalıcı ətiri, mən deyərəm ki, əminliklə Cartier. Amma qoxusu tündür, hamının sevə biləcəyi ətir deyil. Qalıcı ətir istəyənlər bir sözünü ala bilər. Qiyməti də biraz yüksəkdir, çünki keyfiyyəti onu tələb edir. Victoria's Secret bu muşel, mən deyə bilmərəm o ətir qalıcıdır. Çünki çox yüngüldür, incədir, çiçəksidir. Bu parfüma mən şəxsi düşüncəmi deyirəm ki, o qədər pul vermərəm. Yəni 155 manat da orijinalı, mən o pulu vermərəm. Yəni ondan sonra premiumunu alıb, bir şey ki, bilirik ki, qalıcı deyil. 75 manata 100 ml premiumunu almaq olar və ya 30 manata Dubayına. Çünki Victoria's Secret heç bir mənada qalıcı deyil. Qoxusu uçur. Yanındakı Arba Vardat yağ formasındadır içərisində. Rasasi firmasına məxsusdur. Qiyməti 65 manatdır. Bu elə bir parfümdür ki, elə tanınır ki, bu il istifadə edib və ya Cartier'də qeyd elədiyim bunda daha üst səviyyədədir. Yəni bu parfümu istifadə edən xanımlar məni təsdiqləyər ki, 1 il, 2 il paltardan qoxusu getmir. Çünki bunun tərkibinə heç bir parfüm suyu əlavə olunmayıb. Sırf yağda öz yağı, yəni yağda heç bir əlavə qatqı yoxdur. Söhbət yağlardan getmir. Yəni bunun öz istehsalı elədir. Yanındakı Victoria's Secret uşaq yatır istəmirik, sağ ol. Burada kasadan pul verirlər. Kasadan pul verirlər. Çöldə gözləyən xanım gətirir. Victoria's Secret'in yanında olan bu bir daha tünd olan Midnight versiyasıdır. Çox incə istənirsinizsə Midnight versiyası baxa bilərsiniz Victoria'ya. Digər yanında olan Victoria's Secret'in Midnight versiyasıdır. Əgər tünd qoxu istəyirsinizsə ona baxa bilərsiniz. Qoxusu tünd olduğu üçün yayıcıdır. Yuxarıda Afnan Tribut görürsünüz. Tribut parfümu çox məşhur ətirdir. Çünki bu ətir həm köhnə ətirdir, həm də qalıcılığı möhtəşəmdir. Bunun bir xüsusi qablaşdırılması var ki, yəni tam bir hədiyyəlikdir. Qiyməti 150 manatdır. Telefonumuzu sabitləyək. Sonra gəlir Toz parfümu. Tozun qoxusu sitrus ətirdir. Qablaşdırılması belə mişka formasında çox maraqlıdır. Qoxusu sitrus notasıdır. Dupont parfümu köhnə parfümdür. Dupontu hardasa bir 10-15 il qabaq daha çox istifadə olunurdu. Hal-hazırda o qədər də aktual deyil. Amma işlədənlər axtarır arada. Mercedes-Benz sərin ətirdir. Qalıcılığı əladır. Yanındakı parfüm pör olan nisbətən münasib qiyməti olan orijinaldır. Sitrus qoxusu var. Və Nina Ricci. Nina Ricci şirin ətir sevənlər üçün bir nömrədir. Amma qeyd edeyim ki, çox şirin. Yəni biri var biraz şirin, biri var çox şirin. Nina Ricci hədsiz şirin ətirdir. Qalıcılığı düzdür, üst səviyyədədir. Amma mən onu işlədə bilmərəm, çünki mənə görə çox kəskin şirindir. Narcisso'nun set halında olan parfumudur. İçərisində 2 ədəd məhsul var. Bunu göstərim sizə. İçərisində 2 ədəd məhsul var. Bir Narcisso'nun parfumudur, bir body losionudur. Qiyməti 95 manatdır. 30 ml parfumdur, 50 ml body losiondur. Losionla parfum birlikdə istifadə olunduqda qiymət daha çox artır. Yuxarıda bizi setlər qarşılayır. Maşinonun setinin qiyməti 135 manatdır. İçərisində 100 ml parfumdur, bir ədəd travel parfumdur, bir də body losiondur. Digəri Liprinsin dəstidir. Bayaq göstərdiyim parfumun qoxusu sərindir.
Və əgər orta yaş bir xanıma hədiyyə almaq istəyirsinizsə, tərəddüd edirsinizsə nə alım, həm qiyməti münasib olsun, həm orijinal olsun, Rasesinin dəstinə baxa bilərsiniz. Rasesi orijinaldır, uzun illərin firmasıdır, dəstin qiyməti